Ukrayna qoşunları Rusiyanın Belgorod vilayətində hərbi əməliyyatları davam etdirir. Reutersin yazdığına görə ərazidə hərbi toqquşmalar davam edir və qərb analitikləri Ukraynanın bir neçə kilometr irəlilədiyini deyirlər. Ötən gün bir sıra Rusiya hərbi müxbirləri Ukrayna bölmələrinin Belgorod vilayətində olduğunu və Rus qoşunları ilə döyüşdüyünü qeyd ediblər. Eyni zamanda nə Kiyev, nə də Moskva bu məlumatı rəsmən təsdiqləməyib. Rusiya Müdafiə Nazirliyi bundan əvvəl qeyd edib ki, onun qoşunları Belgorod vilayətində Ukrayna qüvvələrinin sərhədi pozmaq cəhdlərini bir neçə dəfə dəf ediblər. Ukrayna silahlı qüvvələri isə bu hadisələri şərh etməkdən yayınır ki, bu da təhlükəsizlik məsələləri ilə bağlı ola bilər. Eyni zamanda Prezident Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransı zamanı qeyd edib ki, Ukrayna ordusu Ukrayna mövqelərini, təzyiqləri azaltmaq üçün Kursk vilayətindən kənarda müəyyən addımlar atıb. Analitiklərin fikrincə, Ukrayna qüvvələrinin əməliyyatı Kursk vilayətində aktiv hərbi əməliyyatlar aparan Rusiya qoşunlarının diqqətini yayındırmaq məqsədi daşıya bilər. Rusların Rıbar hərbi bloqu iddia edir ki, Ruslar artıq Kursk vilayətindən Belgoroda əlavə qüvvələr yönəldib. Finlandiyalı hərbi analitik Kasexjenmi isə yazıb ki, Ukrayna qoşunları Rusiyanın ön müdafiə xəttlərini yarıb və Rusiya ərazisinə 3-4 kilometr irəliyə bilib. Nəzəri cəhətdən Ukraynalılar sərhəd zonasından daha bir neçə kəndi götürə bilərlər.